Hidayət müəllim telefon xəttindədir. Hidayət müəllim, salam əleykum. Salam əleykum. Lənkərana buradan salamlar. Necəsiniz? Keyfiniz, halınız necədir? Biz yaxşıyıq, siz necəsiz? Xoş gördük hər birinizi. Çox təşəkkür, biz də sizi xoş eşitdik. O gözəl qonaqlarınızı salamlayıram. Allah sizləri var eləsin. Çox sevindim mən Elnara bacımı, Elnara xanımı orada görəndə. Bəli. Elnara xanım Şamaxıdandır. Bəli. Şamaxı bizim Azərbaycanımızın ədəbiyyat paytaxtıdır. Bəli. Mən özüm Şamaxıda olmuşam 2023-cü ildə oktyabr ayının 12-sində Aşıq Ağamuradın evində. Ne güzel. Aşıq Ağamuradla mən ailəvi dostlam. Mənim 55 illik yubileyimi orada qeyd elədi öz evində. Və getdik Mirzə Ələkbər Sabirin məzarını ziyarət elədik. Seyyid Əzim Şirvanlının məzarını ziyarət elədik. Və Damirçi kəndində olduq. Aha. Damirçi kəndində də bir Damirçi qardaşımız var idi. Allah ömrünü uzun eləsin, onunla görüşdüm. Mən Elnara xanımın ifasını həqiqətən həmişə istəmişəm, həmişə də qulaq asmışam. Demək olar ki, mənim telefonum donur. O qədər götürdən onun ifalarını indirmişəm. Mən özüm də 44 ilin şeir yazanıyım, yəni bir neçə kitabın müəllifiyəm. Həm də ki, orada Ali Vahid Çaylı var, o zadda Şamaxıdandır o da. O da bizim ailəvi qonağımız olub, yəni dəfələrlə. Əgər vaxt varsa istəyirəm bir şeir deyim. Əgər yoxsa evi yoxdur. Qoy Elnara xanım anadan bir muğam ifa eləsin. Uzundur mu şeiriniz? 3 bənd şeirdir, çox deyil, 3 bənd. Deyil, biz dinləyirik sizi. Günlər elə keçir, ay elə ötür. Calanıb gün günə ay ilə ötür. Ömrümüz gün ilə ay ilə ötür. Hayıf qocalıram göz görə görə. Oğul görə görə, qız görə görə. Vaxt vədə anında gəlib yetirsə, az günü yaşıma yaş gətirirsə, niyə sevinirəm ömür bitirsə, ömrün vəfasını biz görə görə, qocalıb gedirik göz görə görə. Başını aşağı əyir ağacda, hər meyvə vaxtında dəyir ağacda. Növbəsi çatanda köçür tuğ acda. Düz deyil hidayət, düz görə-görə, qocalıb gedirəm göz görə-görə. Allah hər birinizə sağlıqlı ömür versin. Çox təşəkkür edirik. Çox təşəkkür. Minnətdaram. Gözəl şeir idi. Çox da Lənkərandan idi zəngimiz.